Ədalətdən çox uzaqlarda olan məhkəmə əslində asılı olduğunu və alətə çevrildiyini bir daha sübut etdi. Bunu hazırda həbsdə olan 7 Gün Xəbər qəzetinin təsisçisi və baş redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü Cavid Şirəliyev deyir. O, ölkədə insan və vətəndaş hüquq və azadlıqlarına təminat olması barədə deyilənlərin həqiqət olmadığını bildirib. Cavid Şirəliyevin həmin müraciətini olduğu kimi təqdim edirik. Mən hazırda həbsdə olan 7 Gün Xəbər qəzetinin təsisçisi və baş redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü Cavid Şirəliyev bu müraciətdə baş verənləri qısaca izah etmək istəyirəm. Rəhbəri olduğum qəzetin internet səhifəsi olan 7 Gün saytında dərc edilmiş bəzi məqalələrə və videolara görə 2022-ci ilin ortalarından başlayan hədələrin məntiqi nəticəsi olaraq Nərimanov rayon polis idarəsində fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə başlanmış cinayət işi üzrə 11 noyabr 2024-cü il tarixdə tamamilə qanunsuz həbs olundum. Həmin maddə ilə mənə qarşı sürülmüş ittihamın əsassız olması, İbtidai araşdırma dövründə işgəncə verilməsi və digər məsələlər barədə növbəti müraciətlərin birində ətraflı məlumat verəcəyəm. Barəmdə olan qondarma cinayət işi 1 fevral 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Bir neçə gündən sonra təxminən 5 fevral 2025-ci il tarixdə cinayət işi baxılması üçün hakimlər Elmin Rüstəmov, Aytən Əliyeva və Vüqar Quliyevdən ibarət məhkəmə tərkibinə həvalə edildi. Düzünü desəm, mən məhkəmənin ədalətli olacağına qətiyyən inanmırdım. Elə düşündüyüm kimi də oldu. Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyev 1 fevral 2025-ci il tarixdə təsdiq edərək mənə göndərdiyi ittiham aktının Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilmədiyini görən kimi dərhal bu barədə məhkəməyə ərizə ilə müraciət etdim və kobud prosessual pozuntuları göstərdim. Məhkəmə tərkibi ittiham aktındakı həmin kobud prosessual pozuntuları görəndə özləri də dəhşətə gəldilər və bunun böyük biabırçılıq olduğunu dedilər. Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi İlkin İmanovun 4 vərəqdən ibarət ittiham aktını tərtib edərkən həqiqətən də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə riayət etmədiyini deyən məhkəmə tərkibi buna görə Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyevin də günahkar olduğunu bildirdilər. Əvvəlcə ədalətli olmaq görüntüsünü yaradan məhkəmə sonradan niyə dəyişdi? Bəlkə məhkəməyə təzyiq yüksəklərdən olub. Hələlik bu barədə hansısa fikir bildirmək istəmirəm. Ən acınacaqlısı odur ki, 4 vərəqdən ibarət ittiham aktındakı kobud prosessual pozuntulardan biri məhz Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyevin və baş müstəntiq İlkin İmanovun imzaları olan səhifədədir. Həmin səhifələri təqdim edirəm və onlara diqqətlə baxmağınızı istəyirəm. Baş müstəntiq İlkin İmanov 31 yanvar 2025-ci il tarixdə saat 14:15-də Nərimanov rayon polis idarəsinin istintaq şöbəsində ittiham aktını tərtib etməyə başlayıb. 2 gün geri, yəni 28 yanvar 2025-ci il tarixdə qurtarıb. Bundan başqa ittiham aktında onun tərtib edilib qurtardığı yer göstərilməmişdir. Məhkəmə qeyd edilən kobud prosessual pozuntunun üzərindən özünə məxsus formada keçdi. Bununla da məhkəmə ədalətdən çox uzaqlarda olduğunu, kimlərinsə əlində alətə çevrildiyini göstərdi. 19 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclası ittiham aktındakı kobud prosessual pozuntularına görə keçirilmədi. Bundan sonra məhkəmə tərkibi hazırlıq iclasının keçirilməsini müxtəlif bəhanələrlə bir neçə dəfə uzadaraq müstəntiqə və prokurora ittiham aktındakı kobud prosessual pozuntuları düzəltmək üçün imkanlar yaratdığını düşünürəm. Nəhayət 5 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş cinayət işi üzrə hazırlıq iclası 75 gündən sonra konkret olaraq 21 fevral 2025-ci il tarixdə keçirildi.
Halbuki bir nəfər qondarma zərər çəkmiş şəxs, bir nəfər uydurma şahid və bir nəfər günahsız təqsirləndirilən şəxsdən ibarət bir cild cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 15 gün müddətində keçirilməli idi. Daha dəhşətlisi isə hakim Vüqar Quliyevin məndə olan ittiham aktını dəyişdirmək üçün çoxsaylı cəhdlər etməsidir. Onun cəhdlərinə baxmayaraq mən böyük çətinliklə də olsa ittiham aktını qoruya bildim. Bütün bunlardan sonra mən tamam başa düşdüm ki, baş müstəntiq İlkin İmanovla yanaşı hakimlər Emin Rüstəmov, Aytən Əliyeva və Vüqar Quliyevdən ibarət məhkəmə tərkibi üçün hüquq və qanun dəyərsiz imiş. Bundan sonra həmin hakimlərin mənə münasibətdə ədalətli və qərəzsiz olacaqlarına necə inanım? Mənim üçün çox maraqlıdır. Baş prokuror Kamran Əliyevin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimovun can verməkdə olan hüququ xilas etmək kimi bir fikirləri varmı? 7 gün xəbərin YouTube kanalına abunə olun. Bundan başqa, həqiqətlərdən daha çox insanın vaxtında xəbər tutması üçün videoları bəyənin və paylaşın.